Dekabrın 31-i, yanvarın 1-i, 2-sində Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ötən gecədən başlayaraq Bakı şəhərində əsən güclü külək bəzi yerlərdə fəsadlara səbəb olub. Xətai rayonu General Mehmandarov 76 ünvanında qurumuş çinar ağacından qopan budaq yaxınlıqdakı avtomobilin üzərinə aşıb. Avtomobilin sahibi aktyor Nadir Məmmədov bildirib ki, avtomobili burada saxlayıb evə getdikdən bir neçə saat sonra bu hadisə baş verib. Nəticədə avtomobilin ön şüşəsi qırılıb, həmçinin dam örtüyündə problemlər yaranıb. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib. Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı məlumat yayıb. Bildirilib ki, bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş formada xidmət aparır. Hazırda güclü küləklə əlaqədar yollarda yarana biləcək çətinliklərin qarşısının alınması məqsədi ilə Respublika əhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sürücüləri ilə izahedici söhbətlər aparılır. Qəza ehtimalı yüksək olan təhlükəli yol sahələrində fasiləsiz nəzarət həyata keçirilir. Küləkli hava xüsusilə iki təkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrini idarə etməsində ciddi çətinlik yaradır. Küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.